Efirimiz davam edir. Nəzərinizə çatdırım studiyamızın həkim qonağı, onkoginekoloq kolposkopist həkim Könül Mərdanovadır. Könül xanımla əlaqə yaratmaq istəyənlər varsa, Milli Onkologiya Mərkəzi şişön xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinə müraciət edə bilər. Adı üzərində şiş, onkoloji, bəd xəstəlik, xoş xəstəlik hər nə qədər bizi qorxutsa da, nəzərinizə çatdırım ki, hər şiş xərçəng deyil və hər xərçəng də qorxulu deyil. Sadəcə burada diferensial diaqnostika çox vacibdir. Məhz ona görə də, xüsusilə də ginekoloji sahədə mən hər zaman deyirəm ki, qadınlar əgər yetişkinlik dövrünə gəlib çatmışıqsa, sikl görürüksə, müəyyən yaş həddinə gəlib çatdıqdan sonra ailə həyatı qururuqsa və ya partnyor varsa, mütləq şəkildə cinsi həyat və s. bütün bunlar, bilirsiniz, bütün planların önündə gəlməlidir və mütləq biz ginekoloqların nəzarətində olmalıyıq və hüceyrə səviyyəsində yoxlanır, tələb olunursa. Bu, əlbəttə ki, onkoginekoloq tərəfindən aparılmalıdır. Ginekoloqlar inciməsinlər, mən kimisə xəttinə dəyəcək cümlə ifadə işlətmək istəmirəm. Çünki onkologiya adı üzərində şiş xəstəliklərin daha erkən mərhələdə aşkarlanması çox vacibdir, insanın həyatı bahasına gəlir. Ona görə də mən çox istəyərdim ki, hər kəs həkimini doğru seçsin və doğru ünvana müraciət eləsin. Könül xanım, xoş gördük sizi. Necəsiniz? Yaxşı, siz necəsiniz? Teşekkür edirəm. Mən teşekkür edirəm dəvətinizə. Gündəmdə olan ağrılı bir mövzu uşaqlıq boynu xərçəngi nədir və ümumiyyətlə nə kimi riskləri daşıyır? Düzgün vurğuladınız, gündəmdə olan və öz aktuallığını heç zaman itirməyən bir problem. Əfsuslar olsun. Çox əfsuslar olsun. Hansı orqan ki, asanlıqla qeyd elədiyiniz kimi, adi ginekoloji müayinə zamanı patologiyaları, istər xoş, istər bədxasə patologiyaları vizual olaraq görünə bilir. Amma çox təəssüf olsun ki, yenə də gecikmiş mərhələlərdə, yenə də rəqəm olaraq dünya statistikasında qadın cinsiyyət orqanları arasında ilk yerdə görünür. Çünki uşaqlıq boyunu anatomik olaraq bildiyimiz kimi güzgülərlə müayinə zamanı asanlıqla, belə deyək, qadın reproduktiv orqanlarının xarici hissəsidir. Adi müayinə əsnasında həkimə getdiyiniz halda orada bir yara, qızartı, hər hansı bir törəmə aşkar olunursa asanlıqla gözlə görünür. Bundan sonra daha dərin müayinələrə gedilir. O öz yerində, amma asanlıqla müayinə oluna bilən bir orqandır. 660 min üzərində illik uşaqlıq boynu ilə xəstələnmə sayı verir 2024-cü ildə dünya statistikası və bunun 50%-in üzərində ölüm statistikası var. Yəni, bu rəqəmlər qorxunç rəqəmlərdir. Və Milli Onkologiya Mərkəzində də statistikaya baxsaq, 60% hallarda çox təəssüf olsun ki, 3-cü, 4-cü mərhələdə yenə də gecikmiş mərhələdə müraciət edir pasiyentlərimiz. Qeyd elədiyim kimi, uşaqlıq boynu xərçəngi deyəndə uşaqlıq yoluna baxan bir hissəsinin xərçəngi nəzərdə tutulur və bu uşaqlıq boynu özü xaricdən çox qatlı yastı epitellə örtülüdür. Daxili servikal kanal nahiyəsində isə silindrik epitellə örtülüdür. Və daha çox rast gəldiyimiz 90% hallarda uşaqlıq boynunun xarici hissəsinin, yəni yastı epitelin xərçəngi daha çox rast gəlinir və buna deyirlər skvamoz, belə deyək, xərçəng. Amma silindrik epiteldən əmələ gələn uşaqlıq boynu xərçəngi az hallarda rast gəlinir və buna adenokarsinoma deyilir. Mən cümləmi də başlayanda qeyd elədim ki, aktual bir mövzudur. Çünki artıq illərdir təsdiqlənmiş bir durumdur ki, uşaqlıq boynu xərçənginin yaranma səbəbi məlumdur. Bir virusa bağlı bir xəstəlikdir və artıq illərləndir uşaqlıq boynu xərçənginin və xərçəngönü xəstəliklərin qarşısını almaq üçün skrining metodları var. Ümumdünya Səhiyyə Təşkilatının təyin elədiyi, hansı ki, bizim dövlət proqramımıza, respublikamıza daxil olmasa da, amma dünyanın bir çox ölkələrində bu proqramlar dövlət proqramı şəklində rutin olaraq aparılır. Sadə bir testlərdir, kütlədə, belə deyim, bu testləri icra eləməklə tarama aparırlar. Hansı xəstəliklər ki, potensial olaraq ayrılır ki, bunlar xərçəngönüdür və xərçəngə doğru gedə bilər, o pasiyentlərin, belə deyək, o yolunu kəsirlər və o xərçəngiyə qədər gedən yolunun qarşısına alırlar. Və uşaqlıq boynu xərçəngindən danışsaq, onu qeyd edək ki, xərçəngönü patologiyası olan bir xərçəng növüdür. Yəni, müəyyən bir müddət, orta statistik rəqəmə baxsaq, 8-10 il ərzində belə bir yol qət etməlidir ki, uşaqlıq xoşxassəli bir, belə deyək, orqanda artıq xərçəngönü patologiyanın yaranması, daha sonra bu illər ərzində uşaqlıq boynu xərçənginə gedən bir yol var. Və çox təəssüf olsun ki, bu skrining metodlarına elənməməsi,
qeyd elədiyim kimi dövlət proqramının rutin olaraq bu testlərə insanları məcburi sürətdə aparılmaması. Amma o qədər də bahalı deyil ki. Çox bahalı bir testlər də deyil, ağrılı bir niyə tələb edirik? Olacaq. Yəni artıq bu iş üzrə yəni belə deyək dövlət proqramı hazırlanır. Bu da səhlənkarlığın nəticəsidir. Təbii ki, olacaq. İnsanlarda aşkarlanan xərçəng önü çox problemlər var. Bu skrininq metodlarının aparılması artıq maarifləndirmə gedir. Bir çox xanımlarımız bunu bilir. Artıq eləyənlərimiz çoxdur. Biz sizlərlə ilk efirlərdə onkoloji mövzulara belə deyək, ürəkli şəkildə öz fikirlərimizi bildirəndə insanları bundan qorxmayın deməyə başlayandan indiki dövrə qədər çox-çox belə yüksəliş bir yol qət eləmişik və artıq simir testləri nədir, HPV testləri nədir? Artıq hətta belə deyək də aybaşı adət görməyə başlayan qızlarımızı da analar çəkinmirlər həkimə aparmaqdan, bir ultrason müayinəsi eləməkdən. Vaxt var idi regionlarımızda ailə həyatı dağılmış və yaxud da ailəsi yoldaşı rəhmətə getmiş gəlinlərimiz həkimə getmirdilər ki, qonum, qonşu, qohum, əqrəbə nə deyir? Artıq biz bunu maarifləndirmə hesabına qarşısına almışıq. Amma yenə də çatışmayan cəhətlərimiz var. Yenə də bu qorxularımız var. Yenə də simir testi nədir bilməyənlər var. HPV testi nədir bilməyənlər var. Və bu testlərin sizin də qeyd elədiyiniz kimi diferensial diaqnostikası nədir? Kolposkopiya nə üçün aparılır? Bunu bilməyənlər var. Elə hər biri eyni testdirmi? Birini eləsək, bitirsək yetərlidirmi? Yalnız kolposkopiyanı keçirsək bizə diaqnoz qoya bilərsinizmi? Biopsiyadan hətta qorxanlar var. Yanlış düşüncələrdə olanlarımız var. Doktor, maraqlı bir sual vermək istəyirəm sizə. Əslində, orqanizmin hər bir hissəciyinin, hər bir parçasının özünün qoruyucu mexanizması var. Ümumilikdə orqanizm lazım olan yerdə heç bizdən soruşmadan Allah elə mükəmməl orqanizm yaradıb ki, qoruyur. Lakin uşaqlıq boynundan danışırıqsa, onun boynunda olan hüceyrələrin anormal və nəzarətsiz bölünməsidirsə, bir tərəfdən də, bax, siz biraz öncə çox gözəl bir cümlə işlətsiniz, o mənim beynimi qarışdırdı. Xoş xassəli orqan, uşaqlıq, baxın. Uşaqlıq boynu da əslində uşaqlığı infeksiyalardan qoruyan bir hissəsidir. Təsəvvür eləyin və elə olan halda özü infeksiyalarla qarşılaşır və nə olur? Hüceyrələri anormal, nəzarətsiz bölünməyə başlayır. Uşaqlığı qoruyur, amma özü o hədəfə tuş gəlir, belə deyək. Darıxmışdım belə suallar üçün, əslində qalanda efirlərdə çox-çox darıxmışdım və bu düşünürəm ki, acılığı bizim insanlarımız da duyurdu, elə biz özümüz də həkimlər olaraq duyurduq. Təşəkkür edirəm belə mükəmməl bir sualınıza görə və mən hər zaman qadın orqanizmindən danışanda deyirəm ki, qurban olduğum mükəmməl bir mexanizm yaradıb. Və sizin dediyinizi tibbi cəhətdən izah edəcəm. Düşünün, porsiya vaginalis olan hissəsi, uşaqlıq yolunda olan hissəsi turş mühüddür. Millimetr arasında bir məsafə var. Servikal kanala keçirsən qələvi mühüddür. Qurban olduğum ora mən hər zaman deyirəm ki, qadının bir qız evladı dünyaya gəlirsə, birinci sutkasında uşaqlıq yolunda 200-ə yaxın bir infeksiya formalaşır ki, onlara bəziləri şərti patogen, bəziləri sizin dediyimiz kimi bizi qoruyan infeksiyalardır. Hər zaman pasiyentlərə izah edəndə deyirəm, bizim bədənimizin qoruyan əskərləri var. Bəziləri bəzən biz ona mühit yaradırıq, əks tərəfə keçir, düşmən rolu oynayır. Amma 100-ə yaxını bizi sırf müdafiə eləmək üçündür. Baxın, o mexanizm çox mükəmməl bir mexanizmdir. Niyə görə biz deyirik HPV virusu yaradır? Hər bir halda mı yaradır? Hər bir qadın həyatının müəyyən dönəmində, istər ilk cinsi həyatı, müəyyən bir dönəmdə bundan qarşılaşır. Bu az bir statistika deyil. Dünya populyasiyasının 80% qadınları bundan qarşılaşır. Amma bədən onu öz gücü hesabına bədəndən xaric edir. 2 il ərzində orta statistik rəqəm desək, 8-12 ay ərzində bədəndən xaric edir. Necə xaric edir? Dediyiniz infeksiyalara görə. Bəs nə hansı zamanlarda qalır xəstəliyi törədir? Bax, o bakterial fon pozulursa, yanaşı infeksiyalar olursa, risk faktorları olursa, hər zaman HPV-dən danışanda yeni bir tendensiya olub və hər kəsin bir kamerası var, hər kəsin bir efiri var. Bir daha burada deyəcəm, təşəkkür edirəm bu efir üçün. Bu efir üçün həqiqətən bu çox gözlənilən bir efir idi. O kameradan mən bunu bilirəm deməklə deyil. HPV-yə qarşı tendensiya başlayıb ki, peyvənd olunun. Artıq profilaktika deyil də müalicə
müalicə kimi də. Bunu da biz ürəkli efirlərdən dedik, biz ürəkli öz efirlərimizdən dedik. Amma tək odurmu? Deyil. Yəni, bunun incəlikləri var. HPV virusu qeyd edirəm, hər bir halda mı qalır xərçəng törədir? Xeyr, bəs risk faktorlarını bilməsək, o risk faktorlarını pasiyentə izah eləməsək, əks cins müalicə almalıdırmı? Almalıdır. Peyvənd olmalıdırmı? Olmalıdır. Adı üstündə cinsi yolla keçən bir infeksiyadır. Hə, artıq mən peyvəndimi olmuşam, skrininq olunmamalıyam. Elə bir düşüncə yoxdur. Hə, artıq mən peyvənd olmuşam, normal cinsi həyatımı apara bilərəm. Xeyr, apara bilmərsiniz. Peyvənd qoruyucu vasitələrlə olunmalısınız. Təbii ki, verə bilir. Doktor, mən peyvənd olmuşam, sağalacam mı? Artıq sağaldım, skrininq testlərimi aparmağa ehtiyacı varmı? Bu suallar çox verilir. Amma niyə təminat verə bilmirik, doktor? Bəlkə burada elə biz hər birimiz, şükürlər olsun, bugün həyatda yaşayan hər kəs... Tibbdə təminat yoxdur. Ondan ziyadə korona dövrünü yaşayan insanlarıq. Hər kəs artıq öyrəndi. Bəli. Peyvəndin insan orqanizmini var olan ştamlara görə qoruduğunu, amma bəlli olmayan ştamlardan qorumadığını. Eyni ilə də bu HPV, insan papilloma virusunda bu belədir. Daha bir yerdə beynim qarışdı, doktor. İndi biz onu əvvəlcədən təyin eləyə bilirik. Bəlkə onkomarkerlərə, o kodlara və s. toxunaq. Çünki biz onu necə təyin eləyək ki, bunu orqanizm atacaq, yoxsa saxlayıb yanaşı... Sualların belə dərin olduğunu... Darıxmışdıq bir daha. Bu efir deyəsən ondan olacaq. Dinləyirəm. İnşallah bölmərsiniz. Yox, bölmərəm. Buyurun, sevə-sevə. İnşallah. Çox mükəmməl bir sual. Bəli, HPV-ni yoxlayırıq. Amma HPV testi həqiqətən birinci tipləri çox önəmlidir, onkogen tipləri. Biz deyirik HPV, 200-dən çox tipi var. Hər bir tipi onkologiya yaradır. Xeyr, yanaşı faktorlar dedik, onu artıq bildik. Və risk faktorlarının içərisində çox böyük bir belə dairənin içərisində yazırıq ki, HPV-nin tipləri. 16-18-71% hallarda deyir ki, uşaqlıq boynu xərçənginə aparan ən güclü tiplərindən biridir. Daha sonra 31, 33, 48, 54, 58, 66, bax belə də gedir. Müəyyən bir tipləri var, 13-14 tipi ki, hansı ki, yüksək riskli tipləridir. Baxın, 16-18-i deyirik, birdən jurnalın adını səhv demiş olaram. Amerikan jurnallarının birində bir məqalə oxudum və çox, belə deyim, tanınmış bir jurnalda. Artıq 31 və 33-cü tipinin də 17-18 qədər təhlükəli olduğunu deyirik. Baxın, 16-18 çıxır, pasiyentlər internet dövrüdür, açırlar, oxuyurlar və yaxud da ona ilk dəfə deyən həkim deyir ki, səndə 16-18-dir, xərçəngin var. O zaman bugünə qədər risk atmışıq o? Bəli, əslində qalanda riski... O zamanla, baxın, bir virusdan danışırıq. Biz COVID-dən danışdıq. Doğru bildiyimiz yanlışlar var. Həmin virus, belə deyək, maskalanır zamanla, bəli, dəyişir. O da özünü müdafiə edir axı. Orqanizmlərdə dəyişir, qidalanma da dəyişir, ətraf mühit də dəyişir. Və əsas bunun sizin dediyiniz, bəlkə də mənim indi danışdıqlarım deyildi sual, amma o sualınızın cavabını verin. Bəli, elə bir şey də var. Hansı ki, HPV-ni genetik səviyyədə yoxlayırlar, orada müəyyən genlər var və o genləri daşıyan HPV tipləri həqiqətən xərçəng yarada biləcək tiplərdir. Belə bir elmi araşdırma... Qulaq asıram da... Belə bir araşdırma aparılıb. Qeyd edim, o da Milli Onkologiya Mərkəzinə aparılıb. Qeyd edim, onu da mən tərəfindən apardım. Bunu heç bir tərəfə yozmasınlar. Hətta Amerikadan xüsusi bir, üzr istəyirəm, Almaniyadan xüsusi bir reaktivlər göndərilmişdi. Hətta orada bir tanınmış bir ginekoloq, sizdə HPV ilə məşğul olan o həkim var. İstəyərəm onun xəstələri bu analizləri aparsın və biz belə bir araşdırma aparaq eləmişik və o HPV tiplərində pasiyentlərimiz üzərində həqiqətən yarada biləcək virusları aşkar eləmişik. Soruşa bilərsiniz ki, doktor, aşkar elədiniz və o xəstəni izlədinizmi? Ümumiyyətlə, follow-up dediyimiz, xəstələri daimə izlədiyimiz bir, belə deyək də, zaman çərçivəsi var. Bir qısa müddətdə aparılan da o pasiyentləri gəlir, gedir. Təbii ki, biz onları niyə görə tarıyıb, seçib, ayırırıq. Amma kütləvi surətdə aparılmayıb. Bu, bizim mərkəzdə hələ elmi iş kimi aparılıb. Genetik testləri yenə də deyirəm, onların reaktivləri elə bir maliyyə tələb edir ki, hər bir halda olunmur və o genetik analizlərə aparılan pasiyentləri xüsusi seçirik və xüsusi izah edirik ki, sizdə olan problemlər sizi
aparacaq, digərlərindən daha çox aparacaq. Rutin müayinələrinizə gəlirik, radikallığı daha çox gözləyirik. Əgər mozaikalı bir kolposkopiyada bir sahə görürüksə, bəlkə də digər pasiyentdə onu nəzarətdə müəyyən müddət saxlamaq olar, dərhal hər hansı bir işləmə keçə bilmərik, amma həmin pasiyentlərdə keçirik. Var, elə bir üsul da var. Yəni, uşaqlıq boynu xərçənginin səbəbləri çoxdur. İstəyirsiniz onları bir daha sadalayaq. Təşəkkür edirəm ayrıca cavabınıza görə. Mən sizə təşəkkür edirəm. Artıq o kodlar, rəqəmlər dəyişdikcə biz də həkimlərimizin danışıqlarını təqib etməliyik. Çünki o yenilikləri sizlər sadələşdirilmiş dildə bizə insanlara çatdırırsınız. Mən də öz üzərimə düşəni sevə-sevə eləyəcəm əlbəttə. İnsanlar bilsin, dünən doğru bildiyimiz bugün yanlış, bugün yanlış bildiyimiz sabah doğru ola bilər. Yalnız gündəmdə nə varsa, Dünya Səhiyyə Təşkilatı və s. bütün həkimlərin nəzarətindədir hər şey. Həkimlər o qədər araşdırır, o qədər oxuyur. Daim oxuyan, deyərdim ki, insanlar həkimlərdir. Gecəsi, gündüzü yox. Bu insanın qarşısına nə çıxırsa onu araşdırır. Bax, bugün uşaqlıq boynu xərçəngi deyirik, amma onu yaradan səbəb kimi virus göstərilsə də sadəcə 2 növ üzərində dayanmır. Dayanmır. Bəli, davam edir, araşdırır. Hətta nələri araşdırır? Erkən ailə quran insan araşdırır, digər sadalayaq istəyirsiniz, hansı kimlərdə daha doğrusu yaranma faktoru HPV bilər. kimi qeyd edirik. Amma bəzi hallarda, çox az hallarda səbəbi məlum olmayan bir durumlar var. Bu neçə faizdə yüzdələrə bölsə? 20%, 30%? Yox, 99% hallarda HPV yaradır. Artıq. Yerdə qalan hallarda digər səbəbi tam məlum olmayan bir çox qrup bilinir. Amma yenə də HPV-nin üzərində daha çox dururuq. Yüksək riskli tipləri qeyd elədim. Onlardır və əsas etioloji faktoru bilsək də, bəs yanaşı risk faktorları nədir? Qeyd elədiyiniz kimi erkən cinsi həyata başlamaq ki, bizim respublikamızda çox təəssüf olsun ki, var və erkən uşaqlıq boyuna və küretajların icra olunması, hər hansı müdaxilələrin icra olunması, alkoqoldan istifadə eləmək, siqaretdən istifadə eləmək, bura aktiv və pasiv siqaretdən, çox partnerluq, bura kişi və qadın çox partnerluğu daxil edir, yanaşı infeksiyalar, bura herpes, trixomonada, gonoreya, immun supressor hallar olan durumlar, hansı ki orqan transplantasiya olan durumlar. Bax, bu hallarda da HPV-nin persistensiyası olub, xərçəng yaratma riski artır. Bu yaxınlarda gözəl bir seminar təşkil elədi. Azərbaycanda çox hörmətli belə deyə həkimlərin belə bir toplantıları olur. Hər mövzuya toxunurlar. Bu dəfə bizim mərkəzdə oldu. Çünki uşaqlıq boyun patologiyalarından ən çox məşğul olan mərkəz bizi. Orada çox gözəl bir sual rastlaşdıq ki, doktor, orqan transplantasiya olan nə qədər xəstəniz olub ki, HPV pozitiv olub və pap test olunubdur, gəlib xərçəngə çıxıb və demək olar ki, ginekoloqlarımızın heç birində belə bir pasiyent olmayıb, amma məndə olub. Displaziya 3-cü dərəcəyə qədər. O pasiyent təəssüf olsun ki, bir qədər özü də məsuliyyətsiz bir insandır və hər dəfə simir testi, biopsiya, CIN1, CIN2, CIN3 hər dəfə çox təəssüf olsun ki, gedir başqa bir dövlətdə lipkanizasiya dediyimiz əməliyyatı icra edətdirir, effekt olmur, qadir gəlir. Amma belə durumlarımız olur. Doktor, çox qısa cavab istəyəcəm. Çünki deyirsiniz, mənə suallar gəlir dünyanın hər bir yerindən. Çünki xarici konferanslara bir çox tibbi görüşlərdə olursunuz və dünyanın hər bir tərəfindən kolleqalarınızla həm söhbət olursunuz. Belə olanda əlbəttə hər bir dünya ölkəsi, şəhərlər bir-birinin təcrübəsindən yararlanır. Çünki həkimin peşəkarlığı onun gördüyü xəstənin sayı ilə ölçülür və apardığı müayinələr, müalicələrə görə. Yəni bir həkim əgər 10 xəstə görübsə, onu 100 xəstə görən həkimlə müqayisə etmək absurd bir şeydir. İndi burada da istisna hallar var, ixtisasına görə, qarşılaşdığı xəstəliklər və onların ağırlıq dərəcəsinə görə o mövzulara girməyəcəm. Digər tərəfdən risk qrupuna aid olan xanımlar da var. O sual isə doğru şəkildə verirlər. Bugün kör-köranə, hamiləlik əleyhinə, həb içənlər və s. risk qrupunda olanları da istəyirsiniz bir deyək. Sadəcə, məndə bu virus yoxdur, məndə uşaqlıq boynu xərçəngi olmayacaq deyə bir fikrə qapılmasınlar. Erkən yaşda ailə qurmamışam, uşaqlıq boynu, məsəl üçün, travma almayıb olmayacaq və ya doğum sırasında travma almayıbsa uşaqlıq boynu olmayacaq deyə anlayışa qapılanlar var. Bir də partnyor məsələsində. O önəmlidir. Risk faktorlarını sadaladım. Birini də unutmuşdum, sağ olun, siz dediniz. Birini unutmamışam, 4-ünü unutmuşam. O 4-ünü də sizdən eşidəcəm. Mən sadəcə birini demişəm.
Sadəcə bir informasiya bu oldu. Doğum kontrol həblərinin istifadə olunması. Baxın, çəkirəm, hər dəfə paylaşıram, uşaqlıq boşluğuna spirallar yerləşdirilir. Hamiləlikdən qorunmaq üçün heç bir testlər olunmayıb. 35, 32, 34 yaşında xanımları müayinə edirsən, heç deyir, mən ginekoloqa müraciət etməmişəm ki, doğuş zamanı getdiyimdir. Heç uşaqlıq boyunda cırıq dediyimiz o deformasiyaların olduğundan xəbəri yoxdur. Bunlar təbii ki, xərçəng deyil, xərçəng göndə deyil, amma axı bizi tetikləyən bir durumlardır. Bunlardan xəbərləri yox. Simir testi olunub, uşaqlıq boşluğuna hər hansı bir yad cisim daxil edilirsə, niyə simir testləri, HPV testləri götürülmür? Götürülməlidir, mütləq götürülməlidir. Və yaxud da ki, abort olunur, uşaqlıq boyundan hətta hər hansı bir prosedur olunur. Dünən bir pasiyentə baxıram, cavan bir pasiyentdir və müəyyən bir risk faktorlarını sadaladıqlarımdan bir neçəsi var idi. Kandilomalar, ziyillər dediyimiz, baxın HPV-nin yaratdığı xoş xassəlində bir dənə toxunaq əgər vaxtımız varsa, kandilomaları deyir, doktoru getdim, həkim yandırdı. Histoloji müayinəm varmı? Əkilmə analizim varmı? Yoxdur. O zaman o kandiloma deyil. Yox, doktor, kandiloma deyirəm. Nə bilirsən? Deyil. Mənə onun əksini sübut elə ki, kandiloma idi. Bəlkə kontagioz molluskoydu, bəlkə gerpatik səpki idi, bəlkə papilloma idi. Yəni, bunu götürülmüş bir toxuma mütləq histoloji müayinəyə getməlidir. Simir testi olmadan sözümü nəyə gətirdim? Hər hansı bir prosedur eləmək, yəni hansı zəmanədir? Artıq simiri də Amerika Birləşmiş Dövlətləri və bir çox Avropa dövlətləri qəbul eləmir. Artıq taramanı HPV ilə daha çox aparmağa başlayırlar. Sadəcə olaraq tarama nədir? Skrining nədir? Ucuz maliyyəyə başa gələn böyük insan populyasiyasını, populyasiyanı əhatə elə biləcək, asanlıqla götürülə biləcək, ağrısız, əks göstərişsiz bir test olmalıdır və işçi qüvvəsi bunu eləyə bilməlidir. Məsələn, simir testlərini doğru şəkildə eləməlidir. Bəs yanlışlıqlar nədən irəli gəlir? HPV-nin də simir testində bəli, yanlış gəlməklərinin səbəbi götürülmə xətalarının istəyirəm, amma həqiqətən də söz yerinə düşür. 100% sübut eləyəcək, çünki doğru yerdən götürməyəcək. Nə bilirsən ki, həmin yerdən götürür? O zaman nə olur? Həkim yanlış fikir ifadə işlətmiş olur. O zaman deyirlər ki, bizə Azərbaycanda diaqnoz qoyuldu, xaricdə inkar elədilər və yaxud da ki, deyirəm, Azərbaycanda harda? Mərkəzində deyil, başqa yer, özəl klinikalarda. Və siz bayaq çox gözəl bir söz dediniz, həkimlər daim öz üzərində işləyir və hər biri qiymətlidir və hər biri savadlıdır və mən sizlə razıyam. Hər biri savadlı deyil. Bir söz deyəcəm, yox, mən o kolleqalarıma onu deməyəcəm. Biz bu işin içindəyik təbii ki. Bizim də aramızda savadsızlar var. Mən bir şey dediyim bir söz var. Hərənin ixtisaslaşdığı dar bir cığır var, yol var, mükəmməl bildiyi bir iş var ki, dediyiniz kimi hər zaman yenilənir. HPV-nin peyvəndini profilaktika üçün istifadə edirdik. İndi müalicə üçün də istifadə. Yalnız onu edirikmi? Deyil, başqa bir şeylər də edirik. Onu gələn dəfə. Həkimi doğru seçməliyik. Yenə deyirəm, cinsi partnyorun olması, partnyorun bir neçə sayda olması və ya partnyorunun olması. Biraz öncə həkimin sadaladığı risk amillər, risk faktoru daşıyan, vaxtında qeyd olunan aralıqlarla əgər siz peyvənd olunmamısınızsa, pap testlərdən yararlanmamısınızsa, bilin ki, gələcəkdə buna namizəd ola bilərsiniz. Olacaqsınız demirəm, ola bilərsiniz. Amma hüceyrə səviyyəsində alınan bioptatlar, biopsiyalar, yəni biopsiya nəticəsində alınan bioptatlar doğru şəkildə Milli Onkologiya Mərkəzində, yalnız və yalnız Milli Onkologiya Mərkəzində doğru şəkildə, inanın səmimiyyətimə, yoxlanılır. Dünyanın hər bir yerinə aparın o blokları olduğu kimi də göstəriləcək. Yalnız Milli Onkologiya Mərkəzində fəaliyyət göstərən onkoloq tərəfindən alınıbsa, mən ona təminat verirəm. Amma başqa bir yerdə alınıbsa, Milli Onkologiya Mərkəzində yoxlanılsa belə, onun doğru yerdən alındığı nə məlumdur. Ona mən təminat vermirəm, onu canlı efirdə də deyirəm, onu efirlərimdə də deyirəm. Ona görə həkiminizi doğru şəkildə seçin. Könül xanım, təşəkkür edirəm. Minnətdaram, xoş oldu sizinlə söhbət. Onkoginekoloq Könül Mərdanova studiyamızın həkim qonağı idi. Eyni zamanda kolposkopist həkimdir. Milli Onkologiya Mərkəzi şişon xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində fəaliyyətini davam etdirir.
Neyro-Onkologiya Mərkəzi şiş-önü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim-onkoloq, ginekoloqu Könül Mərdanova. Sizlərə bugün HPV haqqında danışmaq istəyirəm. Ümumiyyətlə HPV virusu nədir, hansı xəstəliklərə səbəb ola bilər və qorunma üsulları necədir? Human papilloma virus dediyimiz 200-dən çox növü olan bir virusdan söhbət edirik və həmin virusun bəzi tipləri onkogen, yüksək onkogen tipləri sayılır ki, uşaqlıq yolu, xarici cinsiyyət orqanları, uşaqlıq boynu, xərçəngönü və xərçəng patologiyasını yarada bilən viruslardır. Daha çox tipləri 16-cı, 18-ci tipi uşaqlıq boynu xərçəngin yaranma səbəbi kimi göstərilir. 71% hallarda demək olar ki, 16-cı, 18-ci tipi uşaqlıq boynu xərçəngi olan xəstələrdə pozitiv olur. Aşağı onkogen tipləri də qeyd olunur ki, onlar uşaqlıq yolu, uşaqlıq boynu və xarici cinsiyyət orqanlarının ziyirlərini, yəni kandiloma və papillomalarını yaradır. Yoluxma yolu HPV ilə adətən cinsi əlaqə yolu ilə yoluxur. Demək olar ki, dünya statistikasına baxsaq, qadın populyasiyasının 80%-i bu virusla həyatın hər hansı bir dönəmində üzləşir, yoluxur. Lakin bədənin öz immun sistemi tərəfindən 2 il ərzində orta statistik rəqəmə görə 1 il, il yarım ərzində xaric edilir. Bəzən isə xaric edilə bilmir və xəstəlik törədir. Qeyd elədiyim xərçəngönü və xərçəng patologiyasına gətirib çıxarda bilir. Hansı hallarda həmin viruslar qadın orqanizmində persistensiya edir, yəni qalır və xəstəlik törədir? Hansı qadınlarda ki, onlar risk daşıyırlar? Risk qrupasına daxil olan xanımlar, yanaşı infeksiyaları olan xanımlar, immun sistemi zəif olan xanımlar, orqan transplantasiyası icra olunmuş xanımlar, zərərli vərdişlərdən istifadə edən xanımlar, bura aktiv və pasiv tütündən istifadə etmək, alkoqoldan istifadə etmək, kontraseptiv dərmanların uzun müddəti qəbul olunması, uşaqlıq boynunda aparılan travmatik prosedurlar, bunlar hamısı risk faktorlarıdır və bu sadaladığım faktorlar olan xanımlar risk qrupasına daxil olan xanımlardır və bu xanımlarda HPV virusu bədəndə qalır və xəstəlik törədir. Bəzən suallar gəlir ki, human papilloma virusu məndə pozitivdir, mən yenidən həmin peyvəndlənməni aparmalıyam-mı? Həmin hallarda da təbii ki, xəstə ilə hər nüansı izah elədikdən sonra peyvəndlənmənin aparılmasını məsləhət bilirik. Çünki bu virusun xəstəlik törətmə belə deyək, yükünü aşağı salır və yeni yoluxmaların qarşısını almış olur. Belə hallarda isə vaksinasiya 3 doz şəklində aparılır, 0, 1 və 6 ay ərzində aparılır. Bir də onu qeyd eləmək istəyirəm ki, vaksinasiya aparılmış xanımlar artıq rutin müayinələrə getməyəcək və onkoloji yönümdən skrininq metodlarını aparmayacaq deyə bir anlayış yoxdur. Peyvəndlənmənin aparılmasına baxmayaraq, vaxtı-vaxtında PAP test dediyimiz, smir testi dediyimiz, onkoloji yaxma dediyimiz yaxmanı aparmağımız çox önəmlidir. Normal cavab gəldiyi halda smir testləri 3 ildən bir aparılır və HPV testinin aparılması yenə də 30 yaş yuxarı xanımlarda çox önəmlidir. HPV testləri isə normal cavab gəldiyi halda, yəni HPV neqativ olduğu halda 5 ildən bir aparılması çox önəmlidir. Təbii ki, həkimlərin qərarı üzərindən bəzən biz standart götürülmə tarixlərini deməyimizə baxmayaraq, həkimlərin qərarı üzərində bəzən erkən də smir testlərini və HPV testlərini götürdüyümüz durumlar olur. Ona görə düzgün müayinə olunub, onkoloq, ginekoloqların məsləhətinə qulaq asmağımız çox önəmlidir.